Sabahınız xeyir olsun. Ölkəmizdə və dünyada baş verən ən son iqtisadi yeniliklərdən xəbər tutmaq istəyirsinizsə, ekran qarşısına bir qədər yaxın əyləşin, Economics vaxtıdır. 2013-cü illər ərzində 4500 sahibkara 275 milyon manat həcmində dövlət güzəştli krediti verilib. Vəsaitin 78% aqrar sektora, 23% isə Bakı və ətraf qəsəbələrin iş adamlarına ayrılıb. Məbləğ 12 min iş yerinin yaradılmasına xidmət edəcək. Ümumilikdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Azərbaycan sahibkarlarına 1 milyard manata yaxın güzəştli kredit verilib. Vəsaitin 68% kənd təsərrüfatı, 31% sənayenin inkişafına yönəldilib. Təkcə 2001-2013-cü illər ərzində Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı məqsədi ilə 150 milyon manat sərf edilib. Vəsait 700-ə yaxın sahibkara verilib və nəticədə 5300 yeni iş yeri yaradılıb. Məqsəd isə ənənəvi sahələrin inkişaf etdirilməsi olub. Fondun 2013-cü il üçün keçirilən sonuncu tədbirində belə deyilib. 2011-13-cü illərdə Bakı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının təsdiqindən ötən dövr ərzində Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə 686 investisiya layihəsinin maliyyələşdirilməsinə 148,13 milyon manat güzəştli kredit vəsaiti verilibdir. Bu güzəştli kredit vəsaitləri əsasən Respublikada sənaye sahələri, o cümlədən aqrar sənaye kompleksinə daxil olan müəssisələrin yaradılmasına yönəldilibdir. Növbəti illərdə də növbəti proqram qəbul olunacağı təqdirdə Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri vasitəsilə Bakı ətraf kənd və qəsəbələrin hər birinin potensialına uyğun olaraq investisiya layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulur. Azərbaycan sığorta bazarında ən populyar sahə avtomobillərin həm icbari, həm də könüllü sığortasıdır. İcbari sığorta ilə bağlı sabit göstəricilər olsa da, könüllü sığortanın həcmi günü-gündən azalır. Problemi həll etmək üçünsə artıq yeni təkliflər hazırlanıb. 10 ay ərzində 1 milyon 200 mindən çox müqavilə imzalanıb ki, bunların da yarısı avtomobil sığortası ilə bağlıdır. Bu ilin statistikası göstərir ki, ölkəyə 84 min avtomobil gətirilib. Amma könüllü sığorta 8,2% azalıb. Mütəxəssislər hesab edir ki, bu sahədə olan problemlər sığorta etirənlərin sayının azalmasına gətirib çıxarır. Bir çox hallarda sığorta şirkətləri öz müştəriləri qarşısındakı öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Bu daha çox avtomobil bazarında müşahidə olunur. Maşını yerinə tələb edəndə, axır sığorta eləyən şirkət gəlib deyir ki, maşını tələb etmişsiniz. Mən sığortanı ödəməyəcəm. Çünki bilmirəm, bu günahsızda olub, ya şofördə olub, ya başqa maşında olub, sürücüdə olub, günah. Onlar bu məsələ də çox ciddi məsələlərdən biridir. Qəza zamanı sığortaçı dövlət yol polisindən müvafiq arayış almalıdır ki, sığorta şirkəti üzərinə götürdüyü öhdəliyi yerinə yetirsin. Amma bəzi hallarda dövlət yol polisi tərəfindən də bir sıra maneələr yaradılır ki, bu həm vaxt itkisinə, həm də vətəndaşların narazılığına səbəb olur. Maşını açıb, sığortaya gəlib vuram, sığorta gəlib yoxlamıram, məndən yol telefonla soruşur ki, hadisə nətər olur. Bəzi çətinlik yaradılır. Mənim maşınım durulubsa, mən bir həftə, 2 həftə gözləyirəm ki, o sənədi alım. Problemi həll etmək üçün dünya təcrübəsində bir neçə üsuldan istifadə edilir. Məsələn, avtomobillərə quraşdırılan videoregistratorlar hadisə yerində yol qəzasının günahkarının dəqiq müəyyən edilməsinə kömək edir. Eləcə də qəza iştirakçılarının razılığı ilə sığorta şirkəti polisdən arayış tələb etmir. Ölkəmizdə də bu üsuldan istifadə edilə bilər. Belə bir təkliflə Sığortaçılar Assosiasiyası aidiyyatı qurumlara müraciət edib. Polis və yaxud sığortaçı yerinə gələndə araşdırma edə bilmir. Hadisənin necə olduğunu sadəcə şahidlərin dilindən məcburdur, protokollaşdırsın. Amma registratorun olması, hər şey çəkilirsə, qarşı tərəf çəkilsin. Maşının hətta necə və hansı metrdə, 10 metr, 20 metr qarşıda saxlanmasını göstərəcək. Bu problemi həll etmiş olacaq. Əgər sürücülər mövcud problemdən yaxa qurtarmaq istəyirlərsə, avtomobillərinə avtoregistratorlar quraşdıra bilərlər. Qiymətinə müvafiq olaraq avtoregistratorlar 1-dən 6-ya qədər kameralı ola bilir. Bu da müvafiq olaraq yolun hər tərəfindəki hərəkəti lentə almaq imkanına malikdir. Mütəxəssislər hesab edir ki, təklifin reallaşması sığorta bazarına müsbət təsir göstərəcək. Onların fikrincə, bu praktikanın Azərbaycanda tətbiqi üçün qanunvericilikdə dəyişikliklərin olması tələb edilmir. Yalnız təşəbbüs və ölkənin sığorta şirkətlərinin qərarı lazımdır. Sədaqət Süleymanova, Nurlan Şahbazov, Ceyhun Mustafayev, Lider TV.
Gələn ilin birinci yarısında Yaponiyada inflyasiya dərəcəsi 1%lik həddə aşaraq proqnozları üstələyəcək. Bu barədə Yaponiya Bankının rəhbəri məlumat verib. 2014-cü maliyyə ilində bankın pul kredi siyasətində ciddi dəyişiklik olmayacaq. Ümumiyyətlə, hazırki istiqamət inflyasiyanın 2%-ə çatmasına qədər dəyişilməz qalacaq. Amma hədəflərimizi daha da sərtləşdirmişik. Deflyasiyanın dəf edilməsi üçün hər bir vasitədən istifadə ediləcək. Gələn ilin birinci yarısında 1%lik inflyasiyaya nail olmalıyıq. Əks halda ölkə iqtisadiyyatının heç bir proqnozu özünü doğrultmayacaq. Rusiya 2014-cü ildə Belarusa 2 milyard dollarlıq kredit ayıracaq. Bu barədə ölkə prezidentlərinin görüşü zamanı razılıq əldə edilib. Rusiya prezidenti Vladimir Putin Belaruslu həmkarı Aleksandr Lukashenko ilə görüşü zamanı maliyyə yardımı barədə müzakirə aparıb. Yekunda gələn il ərzində qarşı tərəfə 2 milyard dollar kredit ayrılması barədə razılığa gəlinib. Gömrük birliyinə üzv olan Belarus hazırda ciddi iqtisadi böhran dövründədir. İxracdan asılı iqtisadiyyata malik olan ölkə dünya maliyyə böhranı üzündən ciddi çətinliklərlə üzləşib. Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev və maliyyə naziri Anton Siluanov mətbuat açıqlamalarında bildiriblər ki, sözü gedən kreditin hansı şərtlərlə veriləcəyi barədə müzakirələr davam etdirilir. İndiki halda dəqiq bilinən nüans isə borcun qaytarılma müddətinin 10 il təyin edilməsidir. Rəsmilər onu da əlavə edib ki, bütün vəsaitin büdcədən verilməsi nəzərdə tutulmur. Bir müddət öncə Vladimir Putinin verdiyi qərara görə Ukraynaya da 15 milyard dollar kredit ayrılacaq. Məhz bu səbəbdən büdcənin həddən artıq yüklənməsi mənfi fəsadlar verə bilər. Rusiya Mərkəzi Bankı qətiyyətlə bildirir ki, iri həcmli kreditlərin ayrılması ümumi pul dövriyyəsini zəiflədəcək. Son nəticədə isə yeni qəbul edilmiş büdcə layihəsi faktiki olaraq fiyaskoya uğramış olacaq. Standard & Poor's Beynəlxalq Reyting Agentliyi Ukraynanın kredit reytingini negativdən stabilə dəyişib. Reytingin yüksəldilməsinə səbəb Rusiyanın 15 milyard dollarlıq kredit razılaşmasının əldə olunmasıdır. Hesab edilir ki, əldə edilən vəsait rəsmi Kiyevin xarici enerji bazarında itirilmiş mövqelərini yenidən bərpa edə bilər. Lakin analitiklərin qənaətincə bu razılaşmadan sonra Ukraynanın Rusiyadan asılılığı bir qədər də artacaq. Light markalı neftin qiyməti bugün cüzi yüksəlib və bu markadan olan qara qızılın bir bareli indi 99 dollar 22 sentdir. London birjasında hərraca çıxarılan Brent markalı neftin qiyməti isə düşüb və hazırda 111 dollar 52 sent səviyyəsində qərarlaşıb. Metalların da hamısı yaşıl zonadadır. Qızıl 0,2% bahalaşıb. Hazırda 1206 dollar səviyyəsindədir. Gümüşün qiyməti 19 dollar 49 sentə qalxıb, platin isə dəyərini 1% artırıb. Palladiumda 0,43% bahalaşıb, mis 0,6% yüksəlib. Alüminiumun qiyməti isə dəyişməz qalıb. Amerika fond indeksləri bugün yaşıl zonadadır. Dow Jones, S&P 500 və Nasdaq 100 indeksləri 0,1-0,4% arası artım göstəriblər. Yaponiyanın Nikkei 225-i 0,5% artıb. Ən çox yüksələnsə Almaniyanın DAX indeksidir və bu indeks 1%-ə yaxın bahalaşıb. Avro-dollar 1,37'dir. Dollar yen 104,74'e yükselip, funt sterling dollar ise 1,63,80'de qərarlaşıb. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. Dollar 78 qəpik yarım, avro 1 manat 7 qəpik, Rusiya rublu 2,4 qəpik, Türk lirəsi isə 38 qəpik. Bu qədər bugünün əsas iqtisadi yeniliklərini Economics'də izlədiniz. Sağlıqla qalın.